Aleyküm. Yəni yerdən heç kim danışmasın da, əvvəlcədən öncə xahiş edirəm, hamı mikrofonu bağışlasın. Tövhidin hansı bəhsini eləmək istəyirsiniz qardaş? Uluhiyyət tövhidi, ibadət tövhidi, istiğazə, tövhid Ha, eşik. buyurun. Səsi bağla, xahiş edirəm, eşim qarışmasın. Bəlkə elə Allahın özünü tanıyaq, olmaz elə. Səboy olmadı da, yəni o deyil də, ay Səboy. Eləmə də, belə şeylər eləyib. Sən ibadət etdiyin məbudu tanımalısan ki, sonra mı ibadət eləsən? Gələcək də ona. Mən iddia eləyirəm və bunu isbat eləməyə hazıram ki, Şiə əqidəsinə görə imamlardan evlad, kömək, şəfa istəmək olar. Başlayaq, bismillah. Mövzu düz deyil, Səbuhi, mövzu düz deyil. Bilirəm. Qardaş, heç kim danışmasın da Munis. Ya mən çıxım, ham qalsınlar. Səbuhi ilə mən danışım da, zəhmət olmaz. Səsləri bağlayın, qardaşlar söhbət. Heç kim danışmasın da Yaman, yerdən. səsi bağla, səsi bağla. Mən aparıcıyam, mən danışmalıyam. Məndən dirəşməyin ki, burada Munis danışır. Valla mən ədalətdədir, amma mən danışmalıyam da. Mənə görə qoşulmayın. Qoy İsmail də qoşula bilər. Səbuhi, uluhiyyət tövhidini eləmək istəyən qardaş. Yoxsa rububiyyət eləmək istəyən. Bax, mənim əziz qardaşım. Əgər biz təvhid bəhsini ediriksə, tövhid nədir? Allahı tanımaq. Birinci biz Allahı tanımalıyıq. Sonra Allahın icazə verdiyi, nüfs verdiyi şəxslərə itaət babına keçməliyik. Biz yəni bir olmamış ikiyə hoplana bilmərik. Çünki aləm deyəcək bir-birinə. Birinci biz Allahı tanımalıyıq. Quranla Allahı tanıyaq. Gəl belə eləyək də Səbuhi, gəl Allahın tək olduğun, tək vahid olduğunu tanıyaq, sonra necə olduğunu çıxacaq olar. Burada ixtilaf var ki, bir ilahı bir qəbul eləyək. Zaten Allah İxtilaf var ki biz eləyirik. Bax gəlin 15, 16, 20, 25 ilahdan çıxağın. Bir dənə tək ilahın üstündə sonra tanıyağın ki o ilah necədir. Onlar bir dənə ilah. Qardaşım burada ixtilaf var. Qardaş, mən üzr istəyirəm. Yəni Səbuhi qardaş demək istəyir ki, Allahın təkliyinə şübhə yoxdur. Səbuhi danışacaq da, Səbuhun yerinə da olmur. Sadəcə qardaş xahiş edirəm. Olmur belə. Səbuhi danışacaq. Səbuhi özü uşaq deyil. Yaxşı, mən də qarışıram. Özümüz danışırıq. Mən səsi bağladım. Yox, sən danışa bilərsən də moderator kimi. Heç kim mikrofon. Yox, əgər danışmayacaqsa, o zaman hamımız düşəyin də. Buradan hamı düşsün, xahiş edirəm. Hamımız düşən aşağı, qoy kim danışacaq, onlar qalsın. Əhsən. Amma şəfayədən əvvəl Allahı tanımaq birinci davacı. Təbii ki. Allah tanımış, Allah həmd olsun. Ya Allah, qardaşım Allah tanımağımızda bizdə ixtilaf var. Mənim əzizim. Munis, düşür də zəhmət olmasa hamını Səbuhi ilə qalaq kimi. Əhsən. Səbuhi, ilk öncə birincisi biz Allah Subhanahu wa Ta'ala'nı tanımışıq Rəbb olaraq və biz bütün peyğəmbərə Allah Subhanahu wa Ta'ala buyurur ki, İsra surəsində biz elə bir ümmət olmadı ki, onlara rəsul göndərməyək və onlara deməyək tək Allah ibadətini və tağutdan çəkinin. Bütün peyğəmbərlərin gəlmə məqsədi la ilahe illallah olub. Tək Allaha ibadət, ibadəti Allaha təkləşdirmək. Və tövhid olub. Tövhid özü vahidən sözündən götürülüb. Yəni tək Allaha ibadət, ibadəti Allaha təkləşdirmək. Şirk o deməkdir ki, yəni Allaha aid olan bir şeyi Allahdan qeyrisinə yönətmək. Bu böyük şirk də ola bilər, kiçik şirk də ola bilər. Şirkin tərifi bir daha təkrarlayıram. Allaha aid olan bir şeyi Allahdan qeyrisinə yönətmək. İndi mən də deyirəm ki, bismillah, iddia eləyirəm ki, və iddiamı da ki, bu əsas üzərində qoyuram ki, biz dəlillərimizi mən gətirəcəm Məktəbətül Əhl-i-Beyt kitabxanasından, sən də gətirəcəksən Məktəbətül Şamiliyyədən gətirəcəksən. Yəni 313 dənə zatdan belə dəlillər mən qəbul eləməyəcəm. Dəlili gətirəcəksən Məktəbətül Şamiliyyədən. Necə ki, mən Məktəbətül Əhl-i-Beyt kitabxanasından gətirirəm. Şiə əqidəsinə görə imamlardan evlad, şəfa, kömək istəmək olar. Bismillah, başlayaq bu tövhidə bəhsinə. Problem deyil. Ərəbcə bilirsən? Ərəbcə bilmirəm, ehtiyac olmayacaq ərəbcə bilməyə. Sən də ərəb dilində bilmirsən Səbuhi. Allah Teala Quran-ı Kərimdə Zuhruf surəsinin 86-cı ayəsində buyurur. Bismillahirrahmanirrahim. Və la yemliku Çarşanı bir sən niyə qoşdun? Abi, yəni haqqı var. Yəni çarşan olsa qarışan bir tərəfdən. Buyur, danış. O da işlə deyən deyil, buyur. Allah Teala Zuhruf surəsinin 86-cı ayəsində buyurur. Bismillahirrahmanirrahim. وَلَا يَمْلِقُ الَّذ۪ينَ يَدْعُونَ مِنْ دُونِهِ شَفَاعَةَ إِلَّا مَنْ شَهِيدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ. Müşriklər Allah'tan başqa dua etdikləri şəfaət sahibi deyillər. Yalnız bildikləri halda haqqa şahadət verənlər istisnadır. Zəhmət olmasa bu ayəni mənə izah elə. İstisna Allah nəyə verir?
Allah Subhanahu taala duanı ibadət adlandırır. Qafir surəsi 60-cı ayədə Allah Subhanahu taala duanı ibadət adlandırır. Bilirsən də o ayəni. Dua ibadətdir, ibadət deyil. Dua ibadətdir, bəli. Ay sağ ol. Allahdan qeyrisinə dua etmək olar. Xeyr, dua Allaha məxsusdur. Aha. Ay sağ ol. Ərəb dilində yə nə deməkdir bilirsən də? Aha. Nidadır da çağırışdır. Evlad vermək kimə məxsusdur? Mütləqi Allahdır. Səbəbkar Allahdır. Yox, yəni Allahdan qeyrisi kimsə evlad verə bilər? Məryəm surəsinin 19-cu ayəsində Quran deyir ki, Cəbrail xanım Məryəmə evlad verdi. Sınay açıq ayəni oxuyaq. Ona deyirəm ki, mütləq Allaha Cəbrail əleyhissalam xanıma evlad verdi. Allah Subhanahu taala ruh üfürdü və Cəbrail əleyhissalam Məryəm anamız hamilə qaldı. Vasitə kim oldu? Vasitə kim oldu? Yəni sən demək istəyirsən ki, Mən evladı demək kim istəyirəm, verdi? yox. Vasitə kim oldu mənim qardaşım? Yox, aydın məsələdir ki, Məryəm əleyhissalam Allah Subhanahu taala'nı birbaşa danışmayıb da Cəbrail əleyhissalamla danışır. Söhbət danışmadan nitqdən getmir. Ruhu üfürən kim idi? Hə, Cənab-ı Cəbrail deyildi. Yox, bildim, başa düşdüm. Söhbət Yəni başa sən demək düşdün, istəyirsən. okey. Yox, Yəni qulaq as, Cənab Cəbrail evlad hə vermək- yox. Sən mənim sualıma cavab ver. Mən sənə başa düşdüm, sən nə demək istəyirsən? Evlad vermək kimə məxsusdur? Demirəm mütləq Allah. Ay sağ ol. Allahdan qeyrisi evlad verə bilər? Cənab Cəbrail verdi. Oxu görüm ayəni, gör Cəbrail əleyhissalam verdi. Onun ayəni qoy da Məryəm surəsi 19-cu ayəni zəhmət olmasa ekrana. Məndə bir telefonda çıxa bilmirəm. Çıxan kimi buradan ekrandan çıxıram. Yəni sən qəbul edirsən də bu, yəni imamlar evlad verir, şəfa verir, ruzu verir. Onlar vasitədir. Mütləq verən Allahdır mənim qardaşım. Onlar vasitədir. Necə ki Cənab Cəbrail vasitə oldu, üfürdü xanım Məryəmin bətninə. Vasitə odur. Bizdə də vasitə, biz məsələn deyir ki, ya Ali mənə kömək elə, yəni ya Ali, İmam Əli özündən kömək etməyəcək. Sözümü tamamlayım, sonra davam elə. İmam Əli özü kömək etmir. İmam Əli də Allahdan istəyir. Allah İmam Əli Əmirəl-Möminin vasitəsilə bizə kömək edir. Bunu da həm nəqli, həm də əqli dəlillərimizdən sübut etməyə hazırıq. Bir dənə burada bir dənə bir söz deyim, müdaxilə edeyim, üzr istəyirəm. Olmadı da, qaldırma da, xahiş edirəm. Munis, eləmə də, qaldırma da qardaş. Heç kim danışmaz. Deməli, biz ərəb dilində bildik ki, yəni nidadır, çağırışdır. Birbaşa dua etmək, istiğazət də burada bilirsən də, yəni birbaşa dua etmək ki, ey Əli, mənə evlad ver. Biz bilirik ki, dua ibadətdir və Allahdan qeyrisinə dua etmək olmaz. Necə ki, Allah Subhanahu Teala Ərəb surəsində buyurur ki, ən gözəl Allahın adlarıdır, onu bu adlarla çağırıb dua edin. Başqa ayədə Allah Subhanahu Teala buyurur ki, şübhəsiz ki, məscidlər Allahındır, Allahla yanaşı heç kəsi çağırmayın. Cin surəsi 18-ci ayə. Bu cür ayələr çoxdur. Yəni dua etdikdə birbaşa Allah Subhanahu Teala'ya dua etməliyik. Biz burada çağıranda Əli radiyallahu anhına, İmam Hüseyni, başqa bir əhl-i beytdən fərq etməz. Biz çağıranda birbaşa çağırırıq, düzdürmü? Burada vasitədən söhbət gedə bilməz. Yəni sən burada vasitədən söhbət gedə bilməz, sən birbaşa nida edirsən. Sən iradı mənə verməmişdən qabaq, birinci sənin iradı dəlil olmalıdır mənim əzizim. Sən nəqli yox, əqli danışırsan. Cin surəsi 18-ci ayə, Qafir surəsi 60-cı ayə, Əraf 180, bunlar dəlil deyilmi? Əhsən, əhsən. Sənin əqidənə əsasən Quranda təarruz var ayələrdə. Təarruz nə edirsən sən? Təarruz yəni əks. Birində desin ki, qatıq ağdır, birində desin ki, qatıq qaradır. Belə bir şey var. Necə yəni qatıq? Biraz açıq danış da, biraz Sən açıq izah elə. təarruz sözün mənasını bilmirsən. Ona görə sən loru şəkildə izah eləməyə çalışıram. Məsəl üçün, bir ayənin birində desin ki, qatıq ağdır, birində desin ki, qatıq qaradır. Belə bir şey var Quranda. Yoxsa bir-birini tamamlayır? Ayələri cəm eləyirsən də məsələn. Yəni ümumiyyətlə sən qiyası düzgün eləmədin. Demək ki, Quran bu qiyas deyil. Bu tərcüməyə haldır. Qiyasdır, qiyas. Qardaşım, Qiyasdır da, mən sənə təarruz sözünün tərifini eləyirəm. Yəni ziddiyyət var Quranda. Xeyr, ziddiyyət yoxdur Quranda. Əhsən. Belə danış da, yəni qatıq qaradır, ağdır. Doğru şəkildə izah eləməyə çalışıram da. Demək ki, Quran-ı Kərimdə ziddiyyət yoxdursa,
Demək ki, bunların istisnada əgər Ya bu mənim bir daha əqidəmin səbir o sözü necə dedin abi? təarruz, Taarruz deyil, tənaquzdur qardaş. Buyur, davam et. o Ona görə başa düşün. qardaşım, o təarruzdur, qayn hərfi ilə təarruz. Hə, Tənaqusdur, o təarruz deyil. Hə, neysə, hər bir halda. Ola bilər də indi insandır, xəta eləyir, eyb etməz, xırda şey. Hə, mən belə öyrənmişəm. Hə, Bəs mən buyur. səhv öyrənmişəm, o da ola bilər. Hə, o da ola bilər. Bax, Allah Hə. Taala Məryəm surəsinin 19-cu ayəsində buyurdu. Mələk dedi: "Qalə innəmə. Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm." Aha. Tərcümədə xəta varsa, denən xəta var. Çünki ayə ilə qalə innəmə ənə rasulu rabbikə illə həbələki qulümən Bildim də. zəkibə. Tamam. Cavab verim də sənə. Yox, sualımı tamamlayım, Gəl, sonra gəl. cavab ver. Sualımı tamamlayım, sonra cavab Tamam. ver. Əgər ki, buna mənim nəqli dəlilim olmasaydı, sən deyəndi. Mənim məsələn dəlillərin çoxdur. Dəlilim budur ki, orada mələkin Cənab Cəbrailin dilindəndir ki, mələk dedi: "Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm." Axı övladı Allah verir, mələk xəta eləyir burada. Cavab verim, bitirdin. Hə, bitirdim. Allah Subhanahu taala Cəbrail əleyhissalama əmr eləyir və Əhsən. onun bətninə ruh, bəli, Allah Subhanahu taala ruh üfürür və o Allah Məryəm əleyhissalam nə deyir? Deyir ki, mənə kişi əli toxunmayıb da. Rəbbim belə istədi. Əhsən. Düzdürmü? Vəssalam, qurtardı getdi. Düzdür, Vəssalam. Yəni bunun evlad demək istəməyin ki- nə aidiyyəti var? Əhsən, demək ki, mələkin orada deməyi də bizim əqli dəlilimiz var ki, zaten övladı Allah verir. Amma vasitə Cəbrail idi deyə, Cəbrail orada Allah ayəni bu cür göndərir ki, Cəbrail deyir ki, mən sənə verdim. Amma zaten ki, mələk də Allahın iradəsi ilə edir. Bizdə də zaten o əqidədir. Mütləqə Allah eləyir. Vasitə, vəsilə kimlər də Əhl-i Beytdir. Vasitəni Əhl-i Beytin götürdüyümüzdə Zuhruf surəsinin 86-cı ayəsini qoyun ekrana zəhmət olmasa. Zuhruf surəsi 86-cı ayəni qoy zəhmət olmasa. Amma cavab deyil, hə? Yəni bu istiğazaya cavab deyil. Qardaşım, mənim cavabım ola bilər sən qane etməsən, o problem deyil ki, mən Yox, sabah höccətə problem yoxdur. çatdırıram. Sən də danışsan, mən də danışıram. Aşağıdakılar baxır da. Yəni mən burada Qafir surəsi 60-cı ayəni, Ərəf surəsi 180, Cin surəsi 18-ci ayəni gətirdim ki, dua birbaşa Allaha edilir. Allahdan qeyrisindən başqasına dua etmək olmaz. Aha. Zuhruf neçə? Zuhruf 86. Zuhruf 86. İmkan olsa əvvəllərini də qoy da, söhbət oradan nədən gedir? Bilirsən də nədən gedir orada söhbət? Allah istəyən birdən oxuyaq, problem deyil mənim üçün. Sadəcə mənim dəlilim oradan deyə oradan verirəm sənə dəlili. Yox, dəlil deyil də. İndi sənə görə dəlildir, problem yox. Biz danışırıq zaten tamaşaçılar üçün danışırıq da, bir-birimiz üçün danışmırıq ki. Zuhruf 86 deyir ki, Bismillahirrahmanirrahim. Və la yemlikullezina yad'un min dunihi. Ehtiyac yoxdur ərəbində. Elə tərcüməni oxu. Allahın ayəsini ehtiyac yox. oxuyuram. Ay kişi oğlu, Allahın ayəsini oxuyuram. Allah Quran-Kərimdə buyurur ki, Bildim. biz bu Quranı ərəbcə nazil etdik. Sən Allah əgər Tamam, başa düşdüm də. İndi burada qardaşlar ərəb dilində bilməyənlər Ay var. qardaş, Yəni nə oxu. dəxlisi var? Qardaş, nə dəxlisi var? Allah buyurur ki, mən Quranı ərəbcə nazil etdim. Quran Allahın sözüdür. Mən Allahın sözünü necə var ki, elə çatdırıram. Sən Allahın sözünü istehza edirsənsə, ondan Tamam, yaxşı. yəni İstehza eləyirsən belə söhbət eləmə də, Səboy. Yəni istehza etmək küfürdür, insanı Allahın dindən çıxarır. Allahın sözünü kəsən Yəni belə nə- söhbət nədir? eləyib publikaya işləmə, yox, ədəbsizlik eləyirsən də. Yəni Allahın sözünə istehza onda etmə. zəhmət küfürdür, olmasa insanı Allahın dindən sözü çıxarır. gələndə, Allahın sözü Allah Belə bizə söhbət danışır. eləmə də. Ha mən qardaşım mən necə istəyirəm söhbətləyərəm. Başa mənə söz öyrətməyə sən Yox, öyrətmə. sən necə istəyər elə söhbət eləyə bilmərsən də. Sən Eləyə müsəlmanla bilərəm. danışırsan. Sən Eləyə necə bilərəm. eləyə bilmərsən. Eləyə bilərəm, görsən ki, Ya eləyirəm. ucu olmadı da qardaş. Belə Səboy olmadı. eləyə bilmərsən, biraz etik normalara bax. Görsən ki, Qardaş, mən debat təkcə eləyəndə biraz istifadə edirəm. etik. Mən deyirəm ki, qardaş, necə istəyirəm elə söhbətləyərəm. O baxır mənim necə istədiyimin əxlaqına. Hasan ki, mən əxlaqsız bilmərsən. hərəkət eləyərəm, onda sən irad bildirərsən. Ədəbsiz deyirsən də, deyirsən ki, Allahın ayəsinə istehza eləyirsən. Qardaşım, Sən namaz olmaz axı belə. qardaş, namaz qılanda sən Allahla söhbət edirsən, Quran oxuyanda Allah sənə söhbət edir. Əgər Allah sənə söhbət Sən edirsə, mənə deyirsən sən ki, Allahın sözünü niyə ayəsinə kəsirsən? istehza eləmə. Yəni biraz normal danış da. Bu yaxşı bir şey deyil axı. Müsəlmana Qardaş, sən o sözü okey də, deyirsən. okey, başa Küfür düşdüm. deyir Mən insan. Allahın sözünü ərəbcə oxuyuram, sən burada deyirsən ki, yox saxla. Xeyir ola. Qısa olsun da, yəni qısa olsun. Allahın yəni sözünü, tərcüməni Allahın oxusan sözünü kifayət eşitməkdən, eləyir də. qardaşım, Yəni sən- Allahın sözünü eşitmək əgər vaxtı içicidirsə, mən elə bir müsəlmanın əqidəsi Yox, tanımıram. sən deyirsən ki, Allahın ayəsinə istehza, bax görsən, sən bax bu cür bax mimikalardan söhbət atırsan, Məsələ budur aranı qardaş. Çünki qarışdırırsan, səhvi yəni sən buraxırsan toxunursan da. da,
Denən ki, xəta elədi. Necə ki, mən təarruz sözündə... Sən deyirsən ki, Qardaşım, bax... sən deyirsən Allahın ayəsinə mən istehza edirəmsə, bu yaxşı bir söz deyil də. Yəni bu küfrdür, insanı dindən çıxardır. Və sonra da ədəbsizlik eləyirsən, deyirsən nə cür istəyirəm danışaram. Yəni belə olmaz da. Sən nə cür istəyirsən danışa bilmərsən. Biz burada görsən ki, elmi müstəvidə söhbət edirik. Yəni nə cür istəyirəm danışaram, biraz yaxşı çıxmır. Okay. Yaxşı bir şey deyil. Hə, Belə söhbət sən edəməm. deyəndə yaxşı mövzumuza qayıdaq, yaxşı. Allah Teala Zuhruf surəsinin 86-cı ayəsində buyurur. Bismillahirrahmanirrahim. Və la yemlikullezine yed'una min dunihi şefaate illa men şehide bil haqqi və hum ya'lemun. Yəni müşriklərin onun qoyub yalvardıqları tanrılar şəfaət verə bilməzlər. Mənasını bilərək haqqa şəhadət verənlər isə istisnadır. Şəhidə bil haqqi və hum ya'lemun. İstisnanı mənə izah elə ki, Allah burada nəyi istisna eləyir? Nəyi? Ayənin əvvəlində söhbət bu dünyadan gedir, yoxsa axirətdən? Bu dünya olduğunu isbat edin inşallah ayə ilə. Bu dünyadan, yuxarıdakı ayəni oxu da, söhbət bu dünyadan gedir, yoxsa axirətdən şəfaət etməklə? 85 oxuyum. Deyir ki, göylərin, yerin və onların arasında olan hər şeyin sahibi olan Allah nə qədər xeyirxahdır. O saat haqqında bilgi ondandır və siz onun huzuruna qaytarılacaqsınız. O saat hansıdır? Qiyamət günüdür. Qiyamət bu dünyada şəfaət var? Bu dünyada şəfaət yoxdur. Allah şəfa vermir sənə. Yox, bu dünyada şəhidlərin şəfaət verməsi var. Bu dünyada ümumiyyətlə sən şəfaət var, yoxsa yoxdur? Sonra Mədinən? Yox. Sən mənə dəlil gətirdin ki, şəhidlər bu dünyada şəfaət edə bilər, düzdürmü? Şəhidlər yox, şahidlər. Dəlilin belə... Yox, burada gəlir ki, müşriklər onu qoyub yalvardılar, şəfaət verə bilməzlər. Yəni mənasını bilərək haqqa şəhadət verənlər. Haqqa şəhadət verənlər kimlərdir? Şəhidlərdir də, salihlərdən gedir də burada söhbət. Yəni sən şəhidi vətən, din və s. uğrunda ölən kimi yozursansa, yox səhvdir. Orada şahiddir. Yəni mən vətən demədim. Hə, yəni ona görə deyirəm də. Hə, yəni orada şahid haqqa şəhadət edən kimdir? Ümumiyyət qulaq as da. Mən bildim də nə demək istəyirsən də. Yəni burada söhbət gedir ki, Əhl-i-Beyt, yəni Əli radiyallahu anhu, Hüseyin radiyallahu anhu, bunlar şəhid olublar. Yəni onlarla şəfaət etmək olar. Düzdürmü? Sən buna gətirmək istəyirsən də. Biz bir-birimizi düz başa düşürük, yoxsa? Ay, sağ ol. İndi sən mənə bir dənə Qurandan ayə gətir ki, şəhidlər və Allah subhanahu wa ta'ala bu dünyada şəfaətə izin verir. Və biz gördük ki, Zuhruf surəsi yuxarıdakı ayədə Allah subhanahu wa ta'ala qiyamət günündən danışır. Sən isə onu qiyas edirsən bu dünyaya. Bir dənə bismillah mənə dəlil gətir bu dünyada şəfaəti. Dəlil ayənin özü, ayə innəmə axirətindən başlamır. Ayənin əvvəlini oxuyursan, Zuhruf surəsi 85-ci ayəni biz oxuyanda Allah subhanahu wa ta'ala o qiyamət günündən danışır. Ay sağ ol. Söhbət qiyamət günündən xitab olunur. Qiyamət günü biz heç kim istisna eləmir ki, qiyamət günü şəhidlər, salihlər, Allah subhanahu wa ta'ala'nın izin verdiyi insanlar şəfaət eləyəcək. Başa düşdüm. Bu dünyada isə dəlil yoxdur. Sual yaranır ki, müşriklər axirətdə yenə də şeylərə yalvaracaqlar, məbudlara, tanrılarına yalvaracaqlar. Yox, müşriklər zaten müşrikdir. Onlar əbədi olaraq cəhənnəmlidir. Söhbət burada sən demirsən ki, qardaşım, sən sual edirsən ki, bu ayə axirətə aiddir. Mən isə sual verirəm ki, əgər axirətə aiddirsə, yalnız axirətə aiddirsə, axirətdə də mi müşriklər düzəltdikləri tanrılara yalvaracaqlar? Çünki ayə bu cür nə deyir? Ayə cavabında deyir ki, mənasını bilərək haqqa şəhadət verənlər isə istisnadır. Yəni Allah yolunda öldürənlər və salih, bayaq saydığımda təkrar kimi olmasın. Qiyamət günü Allah subhanahu wa ta'ala kimə izin verəcəksə, onlar şəfaət edəcəklər. İndi sən mənə bir dənə dəlil gətir Qurandan ayə ki, bu dünyada həmin ki Əhl-i-Beyt ki deyirsən ki, Allah subhanahu wa ta'ala izin verib şəfaət istəmək, bizim mövzumuz şəfaət deyil idi, amma açdın mövzunu eyb etməz. Gedək. Yəni gəlir şəfaətə çıxacaqdı zaten, amma bizim mövzumuz istiğaza idi. Allahdan qeyrisindən evlad istəmək, dua etmək idi. Ayələrdən 3 dənəsini gətirdim, onlara cavab vermədin. Eyb etməz. Keçdik buna. İndi mən bir daha 3-cü, 4-cü dəfə təkrarlayıram ki, sən mənə bu dünyada şəfaətin olmasına həmin ki dəlil gətirdin. Üzr istəyirəm, zəng gəldi mənə, ona görə səsim kəsildi. İndi sən mənə bir daha 3-cü dəfə deyirəm ki, dəlil gətir ki, şəfaətə bu dünyaya dəlil ver. Hə, dəlil, qardaşım, dəlilim odur ki, birinci sizə sual verim. Əhd almış kəslər
Bax, Rəhmandan əhd almış kəslər yalnız axirətə aiddir, yoxsa bu dünyaya da aiddir? Bu dünyada Rəhmandan əhd almış kəslər var. Sualı tam biraz geniş ver. Bax, sual budur. Rəhmandan əhd almış kəslər yalnız və yalnız axirətdəmi var, yoxsa bu dünyada da var? Rəhmandan əhd almış necə? Yəni sualın tam aydın deyil. Yəni sən şəfaəti nəzərdə tutursan, yoxsa necə? Allahdan əhd almış kəslər yalnız axirətdəmi olur, yoxsa bu dünyada da olur? Muhammed sallallahu aleyhi və səlləm Allahdan əhd alıb-almayıb? Hansı məsələdə məsələn? Ağa, istənilən məsələdir, qardaş, istənilən məsələdə. Söhbət əhddən gedir. Yox, bu bizim sualımızın mən sənə Ay, qardaş, sual sualıma cavab verdim. ver də, başa dönüm sən. Sualıma cavab ver də. Sən mənim sualıma cavab vermədin axı. Mən sən sualıma Mən aynən sənə cavab deyirəm verdim. ki, Olmadı ki bu. Tamam, bismillah, cavabı ver görüm. Sən mənə dəlil gətir ki, sən dedin ki, bax Arkadaş, dördüncü dəfə. dəlil gətirəndə sualı verirəm sənə. Rəhmandan əhd almış kəslər yalnız axirətdəmi olacaq, yoxsa bu dünyada da var və var idi? Allah subhanahu teala bu dünyada şəfaət etməyəcək. Yəni Ay qardaş, o sualıma cavab şəhidlər ver, ki, başa salih- dönüm. Sualıma cavab ver də. Suala niyə Sənin qaçırsan? sualın aydın deyil də. Yəni sualın qarışıq sualdır. Ay Mən qardaş, hə bu sualı deyəcəm. sən anlamırsansa, demək ki, sənin elmin müstəvi buna Tamam. çatmır. Bu mənim Tamam, problem qoy sən deyil. elə Lakanik sual verdim Tamam, sənə. sən elə başa düş. Sən dəlilvi gətir ki, görüm o əhd almaq nəyi nəzərdə tutursan. Bir dənə Qurandan ayə Qardaş, gətir. istənilən dəlil. əhdi 124 min peyğəmbər Allahdan əhd alıb bu dünyaya gəlib, gəlməyib. Əhd alıb, yəni nə əhd alıb? Yəni nə edib? Yəni rəsullar Allah- İslam Allah əqidəsinə rəsulları görə nə rəsullar əhd edir, xəta ay eləyib. qardaş? Necə? Ay qardaş, xəta məsumluq bəhsini eləmirik. Bax, sən niyə qarışdırırsan? Bax, bir dənə suala niyə bu qədər Sən qarışdırırsan, fırladın? deyil. Ay qardaş, sual vermişəm sənə. Bir dənə sual Əhd nə vermişəm. alıb? Məsələn, əhd çox şey ola Ay, bilər də. aysa Sən çox bu şey, əhd- istənilən şey. İstənilən şey Allahdan əhd alıblar. Əhdə baxır nədə əhd alıb məsələn. Ay, Sən istənilən, sualı ay qardaş, tam olaraq ver. istənilənlə görsən ki, mən nümunə qoymuram, xüsus vurmuram, ümumi Sən danışıram. nümunə qoy da, xüsusi olaraq qoy da. Sən Ay qardaş, sualı mən geniş xüsus qoya verirsən. bilmərəm axı. Çünki mən kiməm ki, Allahın əhdinə mən xüsus qoyam. Aydın məsələdə əhd almağına əhd alıb, amma baxır nədə əhd alıb, sən onu ver də, sən xüsusiləşdir. Hər nəsə, əsas o da əhd alıblar da. Hər nəsə. Aydın məsələdə də əhd alıb, amma nədə xüsusiləşdir də. Ay onu. qardaş, xüsusiləşdirmirəm, nə dəxlisi var o? Ümuma verirəm sualı. Yox, xüsusiləşdirməlisən də, sən ümumi Ha, ümumiyə o qayda, gətirdin, ay qardaş, o dəlilini qaydanı sən kim gətirib ki, sən xüsusiləşdirməlisən? Sən dəlil gətirəndə xüsusiləşdirməlisən, dəlil gətirməlisən. Mövzudan uzaqlaşırsan. Sən mənə dəlil gətirmədin ki, Allah subhanahu wa taala baş şəfaət deyirsən ha. Bu dünyaya dəlil yoxdur. Biz ayədə də görürük ki, söhbət burada Ay axirətdəndir. Vüqar, Sən bu dünyaya dəlil gətir ki, şəfaət etmək olar. mən sənə lakanik, qısa, adekvat sual verirəm. Mən də sənə cavab verdim də, lakanik cavab verdim. Rəhmandan əhd almış kəslər yalnız bu dünyada mı var, yoxsa yalnız axirətdə mi var? Yoxsa hər iki dünyada var? Şəfaət axirətədir, bu dünyaya yox. Qardaş, sən əhd sözünə, şəfaət sözünə başa düşmürsənsə, bu mənim problemim deyil. Ya bəhsi saxlayarsan, Sən şəfaət mövzusunu eləyirik. bir dənə Bizim Google ola mövzumuz bilər, şəfaətdir deyəndə. Qardaş, əhd, söz alan. Əhd alan, Allahdan söz alan. Yalnız Əhd alıb rəsullar, aydın məsələdir. Yəni bunu alıblar, deyən, alıblar da. Nə əlaqəsi? Alıblar. Dəlilvi gətir də, gözəl insan. Dəlilvi gətir. Zəhmət olmasa Munis bəy, Məryəm surəsinin 87-ci Yəni burada dəlil yoxdur ya. Yəni 150 nəfər Ay görmüş ki, dəlil qardaş, yoxdur. Burada sən axirətdən gedir Ay söhbət. qardaş, sən nə danışsan? Bir də imkan ver də. Zəhmət olmasa Munis bir dənə səs at, zəhmət olmasın. Məryəm surəsinin 87-ci ayəsini qoyun da ekrana. Yəni Zuhruf surəsi 86-cı ayədə Munis dəlil oldumu ki, bu dünyada şəfaət, yoxsa Ay axirətdən qardaş, gedir? ələbəs tutarmayıb. Səbuhi ədalətli oğlandı. İndi ola bilsin ki, o dəlili zəif oldu, növbəti dəlili gətirə bilər də. Bismillah. Etiraf. Məryəm 87. İstinizə haqq qoymayın da, xahiş edirik. Bir dənə Məryəm surəsinin 87-ci ayəsini qoyun ekrana. Zuhruf 86 yəni axirətə aid. Ay Yəni bu qardaş, dünyaya aid. Məryəm 87-dən söhbət edirəm o. Sən dedin ki, mən Zuhruf 86 qardaş, dəlil mən olmadı da, Zuhruf axirətə Ay qardaş, bu mən dünyaya Zuhruf yox. qardaşım, mən Zuhruf 86-nı gətirdim. Orada şəxslərdən gedir söhbət, şəxslərdən. Sən dedin ki, o Şəfaət şəxslər qiyamət günündən gedir də. Ay qardaş da deyəm də, Zaten biz də ay qardaş şəxslərdən səbirli ol. danışırıq. Ay başa adam, səbirli olacaqsan inşallah. Bu dünya bəhs Elə olmur. burada da qiyamətdən gedir də, yuxarıdan Dan- oxşar qiyamətdən. Oh, bilirəm Munis. Allah Bütün hamısı Teala Allah qiyamətdən. Teala Qur'an-ı-Kərimdə Məryəm surəsinin 87-ci ayəsində buyurur ki, Rəhmandan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar. Sual 85-dən oxu zəhmət olmasa. Sənə sual verirəm ki,
85-dən. 85-dən oxu da zəhmət olmasın. O gün müttəqiləri Rəhmanın huzuruna Hansı gün? Səbuy, zəhmət olmasın. O gün deyiləndə ayəni hansı oxuyum gün? qurtarım da, sən mən ayəm niyə yarımsız saxlayırsan? Buyur. O. Nə buyur? Mən Quranın ayəsini oxuyuram, bir dəfə ərəbcə oxudum saxlayırsan, ikinci dəfə tərcümə oxuyuram yenə saxlayırsan. Sən yəni bu Yaxşı, aqressiv olma, bu səbirli ol, qardaş, yaxşı, mənim sözümü kəsməcinə. Bir də mənim sözümü kəsin, bəlkə Debatda bəzən kəsmə Vüqar olur da. kəsmə, ay Vüqar Tamam, kəsmə tamam, zaten buyur. onsuz da hamı oxuyur da, yəni abi kəsməsə. Yuxarıdan oxuyan. Deməsən 85-dən oxu, okey 85-dən oxuyuram, aşağıya gələrəm, problem nədir ki? O gün biz müttəqiləri Rəhmanın huzuruna hörmətli nümayəndələr olaraq toplayarıq. Bu 85-dir. 86 deyir. Günahkarları isə cəhənnəmə susmuş olduqları halda qovub apararıq. 87-dir. Rəhmanın əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar. 88-lər deyir. Kafirlər Rəhmanın özünə övlad götürmüşdür deyərlər. Sənə sual verirəm mənim qardaşım. Əgər ayə ümumiyyətlə axirətə aid isə, kafirlər deyə biləcəklər, ilahi, Rəhman övlad götürmüşdür. Axirətdə onu deyə biləcəklər. Yoxsa o əqil ancaq bu dünyaya aiddir. Bitirdin? Hə, bitirdim. Sualıma cavab ver. Buradakı şəfaət o gün hansı gündən gedir söhbət? O axirətdən gedir, bəli. Ay, sağ ol. Yəni burada da qiyamət günündən getdi də şəfaət. Yəni bu dünyadan getmədi ki. Xeyr, qardaşım. Düzdürmü? Xeyr. Çünki sənin Ay, dediyin söz yəni bu dünyada Deyirəm, mən sənin xeyr. dilindən iqrar almaq istəyirəm də. Yəni bu dünyaya şəfaətə dəlilin yoxdur da, düzdürmü? var da. Və 88 Məryəm 88 sənin dediyin sözə rəddir. Çünki kafirlər ümumiyyətlə axirətdə heç bir insan öz nəfsi ilə danışa bilməyəcək. Biz Məsələ bu. kafirlərdən Qardaşım mən ona danışırıq, cavab biz verim müsəlmanlardan istəyirsiniz. İkiniz də danışırıq. vaxt verin, mənə cavab verin ona. Biz müsəlmanlardan Ay, danışırıq. qardaş, Səbuy. tərbiyə Yəni yoxdur, məsələ Quran odur ayəsini ki, oxuyuram. Səbuhi abi, məsələ odur ki, Ay qardaş, sən niyə cavab versən? Ay Kafirlər- müslim. Ay müslim. Hə, Mən yox. sənə bəhs eləmirəm axı, başa dönüm. Səbuy, biz burada bizim mövzumuz, bəhsimiz tövhid bəhsidir. Və biz sən dəlil gətirdin ki, şəfaət barədə salih insanlar, Mövzu yəni tövhid əhl-i deyil, beyt. mövzu şəfaətdir, başa dönüm. Şəfaətlə tövhid ayrı Tövhid bəhsdir. mövzusu da gəlir, yox, mən tövhidi açdım mövzunu, Allahdan qeyrisindən evlad istəməyin. Yəni şey əqidəsinə görə Allahdan qeyrisinə evlad, şəfa, ruzu istəmək olar, caizdir və sən də dedin ki, bəli, mütləq şəkildə var. xeyr. Mütləq şəkildə. mütləqə də xeyr. keçəcəyik də, Hə. müstəqil olaraq da keçəcəyik, darıxma, hələ ona da keçəcəyik. Bunu eləyək, sən açdın şəfaəti, problem yoxdur. Bu da tövhidin bir növüdür, bu da bir şəfaətdir ondan. Yəni burada söhbət kafirlərdən gedir və söhbət burada kafirlərdən biz söhbət etmirik. Biz burada söhbət edirik müsəlmanlardan. Ay qardaş, dəxlisi bunun yoxdur. Ayə cəmdə mövzu ilə- gəlir. Ayə cəmdə gəlir mənim əzizim. Bu bizim mövzu ilə, bildim də sən imkan vermirsən axı, mən sənin sözünü kəsmədim. Bizim Kəsmədin. mövzu ilə heç bir əlaqəsi yoxdur. Yəni biz istiğazədən danışırdıq, Allahdan qeyrisindən istəmək barədə. Evlad, şəfa, ruzu və s. Buna da dəlil yoxdur. Düzdürmü? Xeyr, düzdür. Sən gətirmisən mənə kafirlərin əməli. Mənə kafirlərin əməli və s. Bu bizim mövzumuz deyil. Bizim mövzumuz Allahdan qeyrisindən evlad istəməkdir. Və sən gətirdin Zuhruf surəsi 86-cı ayəni, sonra 87-ni gətirdin. O Zuhruf deyil Bunda qardaşım, o Məryəm onunla surəsi. heç bir Ayələr qarışdırma. Yəni ayəni kəsməkdir, ayənin yerini bilməməkdir. Yəni bu elə görsəndə ki, sən Qurandan biraz zəifsən. Mənim əzizim. Sən Qurandakı ayələrin yerini hələ təsdiqlə, tap, yadında saxla, sonra mənə irad bildir. Mən çay gətirdim ayə Məryəm surəsinin 87-ci ayəsidir. Səboy başqa dəlilin var, bu da o dəlil deyil. Qardaşım, mənim höccət İndi deyil, mənim bilərəm dəlilim Əhl-i Beyt səni cani kitabxanasından. etsin. Mən Əhl-i Beyt kitabxanasından Arkadaşlar- dəlilləri keçə bilərəmmi? xeyr, keçə bilməsin, çünki biz Qurandan qurtarmamışıq. Bismillah. Sən gətirə bilmədin də, yəni şəfaət var. Əhsən, sən mənə mən sənə ayəni oxuyanda ki, bəs o günləri Allahdan əhd almış kəslər şəfaət verə biləcəklər. Sən dedin ki, bu ayə axirətə aiddir, çünki əvvəlki ayə axirətə gəlir. Yəni ümumiyyətlə Qurani-Kərim heç bir ayəsi bir günə nazil olmadı ki, bir-birini tamamlasın. 23 ilə nazil oldu. Ay gözəl məsəl. Sözümü kəsmə. Bax, qardaş bu burada- iki Axırıncı dəfə dedim, deyir bu sözünü Allah'ım.
Sözünü Qardaş, kəsmə. sən də Sadəcə burada bu qiyamətdə, kafirlər bu dünyadan gedir axirətdə söhbət. xatırlama babındandır da qardaş. Arkadaş, Kafirlərə xatırlamaq mənə bir dənə olar ki, dəl... Ay qardaş, nəyə mənə görə sizin bir dəliliniz olduğunuz varmı orada ki? xatırlanacaq. 200-dən bəhs eləyim mən. Qardaş, 2 dənə sual vermişəm sizə. Birində dedi ki, Danış- ayə... Danışmıram qardaş, amma mən sizə cavab verim buna. Ay, 2-2-dir. kim Ay, istəyir sağ ol. cavab versin, mənə fərq eləməz. Amma mən istəyirəm ki, mənə cavab verən şəxs, mənlə bəhs eləyən şəxs olsun. Çünki o idi məni bəhsə çağıran. Səbuhi, burada kafirlər bu dünyadan söhbət gedir. Görsən ki, Nə oldu? mərhəmətli Allah Qardaş, özünə övlad götürmüşdür. Diqqət elə, Düzdürmü? bəs necə qardaşım, bəs necə olur ki, bu ayə bu dünyaya aid oldu? Bundan əvvəlki ayə, bir ayə axirətə aid oldu? Ona sən dəlilin Cavab nədir? ver. Cavab vereyim Hə, sənə. ver. Ay sağ ol. Biz yuxarıda 85-ci ayəni oxuduq ki, o gün. Yəni qiyamət günündən getdi də. Burada biz ixtilaf yoxdur ki. Və aşağı düşəndə biz şəfaət məsələsinə gələndə burada Allah Subhanahu taala yuxarıda ayədə bildirir ki, yəni axirətdə qiyamət günündən gedir şəfaət. Və aşağıda ayədə bildirir ki, kafirlər ona bu dünyada dedilər. Qardaş, Başa düşdün? ayə demir bu dünyada Şəfaət- dedilər. şəfa- Qardaş, ayəni təhrif eləmə. Mənim sözümü kəs. Mən sənin sözünü kəsəndə Qardaş, ayə Rizvan təhrif götürsən, edirsən axı. aşağıda Quranda benzin deyilmirəm. kəsən Quranda elə bir ayəmiz yoxdur axı. Kafirlər bu dünya deyirlər. O söz yoxdur axı. Kafirlər Əlbət baba, kafirlər 88-ci deyirlər, bax. ayə kafirlər mərhəmətli Allahın özünə övlad götürmüşdü dedilər. Dedilər, Nə vaxt hə, onu? dedilər. Sən desən bu Ay, ayə bu şey, dünyaya şey, aiddir. Mən də sənə sual verirəm ki, qardaş, sən mənim gətirdiyim ayəyə axirətə bağlayırsan, amma bu ayəm bu dünyaya Mən bağlayırsan. O bağlamıram. dəlilin nədir? 85-ci ayədə gedir söhbət. Yəni 85-də gedir ki, o gün. Yəni qiyamət günündən gedir söhbət. Qardaş, Səboy. 85 sən isə niyə qaldı fırladın? 85-də, sən 86-nı denən. 86-da günahkarlar isə cəhənnəmə susanmış olduğu halda girərlər. Cəhənnəmdən getdi də söhbət. Sən indi 87-ni Kafirlərin və qoymur danışmağa ya. Nə Sən 87-ni denəndə, sən məsələ sən 87 nədir qardaş? şəfaətdir, 88-də də Hə, əhsən, de. Şəfaətdəndir və sonra imkan ver də Səboy. Olmadı ki. Ya, bu arkadaş bax, Bazar deyil, mən sən sən sözü onda kəsdim ki, Ya mən sənə niyə baxım? İmkan verirsən, mən sənə izah edeyim. Bir dəfə izah eləyəcəm. Burada keçəcəksən başqa Ay dəlilin bir varsa. var. Bu məsələni mən ikimizə də deyirəm qardaş. Ola bilər sən də bilmirsən. Bu məsələ qardaş, bir dənə səbirli ol qardaş. Problem yoxdur. Ola bir dənə səbirli ol, mən deyim sonra təsdiqlə. Mən Bir dənə deyirəm, qardaş. qardaş. Burada mərhəmətli Allahdan əhd almış şəxslərdən başqa şəfaətçi olmazdı. Kafirlər mərhəmətli Allahı özünə övlad götürmüşdür dedilər. Qiyamətdə bu bablar xatırlanacaq. Sual veriləcək. Nəyə görə? Bunlar kafir oldular. Bu 2-2-dir. Və siz olduqca bir pis iş tuttunuz. Bu haradır tuttunuz? Keçib, iş işdən keçib. Yəni orada xatırlanacaq ki, siz olduqca pis bir iş tuttunuz. Yəni nəyə görə bunlar cəhənnəmə daxil olanda sorğu-sualınla, yəni bunlara bu xatırlanma babındandır. Bu 2-2-dir. Bunu bilməyə nə var ki, qardaş? Yəni sənin dəlilin qardaşım zəifdir nəyə görə? Çünki orada sual babına Nə gəlmir. zəifdir dəlilim, qardaş? 2-2-dir. Ay Munis, Ay qoy. qardaş, imkan verin. Munis, qoy. Bax siz deyirsiniz mən sakit durmuşam. Mən ağzımı atıb danışanda bismillah eləyəndə Xatırlatma babındandır, qardaş. Xatırlatma babından qiyamətdə. Prosta ki, dəlili yoxdur deyənə Ay, fırladı. qardaş. Normaldır. Yəni Qardaş, Qurandan nə- dəlili yoxdur, ona görə fırladı. Ay mənim Quranda 2 dənə dəlilim var, ikisindən sən zəif çıxarda bilmirsən. Zəif çıxardan kimi başqasını gətirəm ayəni, qalırsan Nəyə belən zəif kimi. çıxardıram? Tamam da, bax biz bunu müzakirə elədik. Yoxdur. Burada söhbət Ay qiyamət qardaş niyə təs qardaş niyə Ay qardaş sən təsdiq eləməklə o deyil. Sən gör psixoloji yeridirsən ki, bu belədirsə söhbət deməli belədir. Elə bir şey yoxdur bəsdə. Dəlil gətirməlisən. Ziddinə dəlil gətirməlisən. Dəlil özü deyir 85-də qiyamət günündən gedir Arkadaş söhbət. 85 qiyamət gününə aiddir. 86 da qiyamət gününə aiddir. 87-nin qiyamət günü aid olmağını da deyirsən, amma 80 ondakı sonrakı ayən deyirsən bu dünyaya aiddir. Qardaş Yaxşı, bunu izah elədi də, mən də izah elədim. Bu Sən başa bölgünü sən düşmürsən, hardan yenə demək gətirdin? istəyirsən. Bu bölgünü hardan gətirdin? Tamam, sənə görə bax 139 nəfər adam var da. Bəs belə olur ki, Səboy, sən də dəlil gətirirsən, mən də dəlil gətirirəm. Düzdürmü? Müzakirə elədik. Görən gördü. Zaten onsuz da sən də danışdın, mən də danışdım. Bismillah, 2 dənə ayə gətirdin, düzdürmü? İndi keçək o biri ayəyə görək hansı ayəni deyirsən, yenə mənim ayəm var deyirsən dəlil olaraq. Qardaş mən sən müzakirə elədik, qardaşım bu ayəni sən çürütməyincə mən başqa ayəyə keçə bilmərəm ki. Sən bu ayəni Bax, cavab gözəl vermirsən insan. axı. Yox, mən Cavab ver, verdim. cavab mənə qane eləsin ki, Qulaq hə as. bu axirətdə Yox, səni aid qane eləməyə bilərik, normaldır. Qoy mən sənə izah eləyim də, Səboy. Mən dəlil gətirirəm, bəhs belə olur, debat belə olur.
sən də dəlil gətirirsən, mən də dəlil gətirirəm. Və biz bu dəlili müzakirə eləyirik. Auditoriya görür özü. Hərə öz fəhminə görə, elminə görə oradan nə var özünə götürür onu. Qardaş, mən cavab verə bilmədim, sən cavab bilmədin. Bu zaten onsuz da mən sənin əqidəni qəbul eləməyəcəm. Sən də mənim əqidəmi qəbul eləməyəcəksən. Biz ikimiz dəlillərimizi qoyduq, götürən götürəcək. Bismillah, keçək o birisi şeyə. Amma sən hələ mənlə sən mənlə hələ uluhiyyət tövhidinə gəlməmsən. Ya Əli mənə evlad ver, şəfa ver, ruzu ver. Hələ bu mövzuya gəlməmişik ya biz. Hələ şəfaətdə dayanmışıq. Hə, məsələn Keçək bismillah, o birisi. Hə, okey də, hə, pis bildim. Əhsən sən. Qəşəng. Sən hardasa 6-7 dəqiqə bundan qabaq dedin ki, publikaya işləmə Sabuhi və indi məqalədə deyirsən ki, cəmaət zaten görsün, bizə lazımdır ki, cəmaət görsün. Yəni çalış danışanda elə danış ki, qadın alaram sən. Sən ikinci sözün birinci sözü vurmasın. Çünki publikaya burada ucu mən yox sən işlədin. Mən də vurmur. Deyim sənə izah eləyim. Hə, indi davam elə. İzah eləyim də. Mən davam eləyim sənə. Mən kamera qoyub özümü çəkmirəm. Kamera qoyub kimlənsə bəhs eləyəndə çəkmirəm ki, publikaya işləyəm. Yəni məndə belə bir şey yoxdur. Biz zaten onsuz da bəhs eləyəndə birincisi Allah üçün, ixlas üçün eləyirik ki, insanları dəvət eləyək. Və dəvətdə də məqsəd auditoriyada olanlardır. Qardaş, əslində burada sən də deyirəm yuqarı. Burada publikaya işləmək yaxşı mənada yaxşı şey. Niyə? Burada qardaş 140 nəfər varsa, Səbuhi, sən öz əqidəvi sübut eləsən qardaş, ehtiyac yoxdur yuqarı onu qəbul edəsən, eləməsin. Sən 138 nəfərdən 4 nəfəri şübhəyə salsan qardaş, bu publikadır. Bəsindir sən. Allah həmd olsun. Və yaxud da vüqar sən 140 nəfərdən 400 nəfər öz əqidəvə dəvət edirsən, böyük şeydir. Bax, bu da publika. Yaxşı mənada işləmək lazımdır. Burada nə var? Hədə qardaş, yəni dəlillərimizi zikr edin. Yəni vüqarın sözünə, yəni bir etmasın, vüqar, yəni mən birinci kəlmə söz dedim, orada mən səbr elədim, gözlədim. Dedim, publika işləmə. Yəni o söz gözlədim ki, yəni insan qaytarmam mən sözü ki, qardaşım, publika işləmək başqa cür olur. Başa düşdüm əməli. Görmüşəm onu da səndə. Nəysə, eyb etməz. Yəni bunu da müzakirə edib. Bismillah. Sənin baxış buzağın heç nə həssət deyil. Keçək Əhl-i-Beyt kitabxanasından olan dəlillərə. Yəni qardaş, Qurana nə çıxmamışıq biz? Zuxruf 86 ilə Məryəm 87-ni mənə izah eləcəksən. İzah elədik də, yəni mən cavab verdim, cavab verə bilmədim. Belə sənə görə mən cavab verə bilmədim. Niyə sözümü kəsirsən, ay Səbuhi? Sən mənim sözümü kəsirsən, ey gözəl insan. Olmaz axı belə. Mən bir daha təkrarlayıram. Mən danışdım, sən danışdın. 141 nəfər özü götürəcək. Vüqar cavab verə bilmədi və ya Səbuhi cavab verə bilmədi. Biz buraxmışıq auditoriya. Yəni Munis dediyi kimi də, yəni biraz da aydınlıq gətirdi ki, yəni görən gördü. Yəni bəhs kimi üçündür? Yəni kamera çəkilir və ya səs yazılır nəyə görə? İnsanlar oradan hər iki tərəf danışır, hər iki tərəf dəlillərini gətirir. Hər iki tərəfdən də insan özünə görə dəlilini götürür. Artıq o qəbul eləməyəcək bizlik deyil. Biz dəlillərimizi gətiririk. Vüqar abi, çalış qarşı tərəfə də biraz söz verək ki, ədalətli olsun. Allah bizə gəlir. Keçək bismillah, keçək. Allahdan qeyrisindən Vüqar, sən deyirəm abi, qoy Səbuhi də çox danışsın ki, tarazlıq olsun. Buyur. Buyur Vüqar, buyur, davam edin. Hə, Vüqar davam edin inşallah. Sonra? Hə, yəni eyni şeyi təkrarlamayı da istəmirəm, artıq şey işləyib. Keçək inşallah istəməyi barədə, evlad istəməyi və s. Evlad istəməyə qardaşım, bax Məhəmməd, birinci bunu izah edeyim ki, biz Amir Əl-Mə'minin əleyhissalam mütləq özündən heç nə istəmirik. Sözün ləfsi ilə sözün mənası, yəni niyyəti fərqlidir. Bizim İsnə Əşşəriyənin, Şiənin etiqadını budur ki, biz Amir Əl-Mə'minə deməyimiz, ya Əli mənə bunu elə, İmam Əli özü eləmir. İmam Əli də Allahdan istəyir, Allah Amir Əl-Mə'minin və Əhl-i Beytin, o əhd almış şəxslərin hörmətinə bizə şəfa verir. Mütləq edən Allahdır. Necə ki, Məryəm surəsində Cənab Cəbrail deyir, mən səni etdim. Amma məlumdur ki, onu o etmir. Onu o etsə belə, onun mütləqə Allaha qayıdır. Bizim dəlilimiz budur. Bu dəlillə zidd dəlilin varsa təqdim elə. Yəni, sən demək istəyirsən ki, yəni Əli radiyallahu anh müstəqil olaraq vermir, Allahın izni ilə verir, düzdürmü? Allah izin verir olaraq. Kim desə ki, müstəqil verir, həmən adam həm bizim əqidəyə görə, həm də sizin əqidənin adına görə Qulat əhli sayılır.
Tamam. İndi mən sənə cavab. Birincisi, sən orada qeyd etdin ki, biz niyyətimiz müstəqil olaraq deyil belədir. Ərəb dilində ya nidadır, çağırışdır. Birbaşa istəməkdir. Necə ki biz bilirik ki, dua ibadətdir. Bilirsən də iki cür dua var. Var ibadət duası, var istək duası. Bilirsən də onu? İstiğaza, istəmək. Və ya Əli, mənə evlad ver demək, birbaşa dua etməkdir. Əlinin özünə, Allah ondan razı olsun. Dəqiq. Və Allah subhanahu wa ta'ala da Aleykum salam. Aleykum. Quran-ı Kərimdə Allah özü demir ki, ya eyyuhellezine amanu, ey iman gətirənlər. Nə oldu səsin getdi? hə, Allah özü Quran-ı Kərimdə demir ki, ya eyyuhellezine amanu, ey iman gətirənlər. Bu duadır yoxsa nidadır? nidadır. Nidadır. Sən mən dəlil gətir ki, mən ya Əli deyəndə bu duadır. Buna dəlilin var? Mən deyirəm ki, bu Əlbəttə nidadır. ki, Ğafir surəsi 60-cı ayə. Gətir. Ğafir Qoy surəsinin da 60-cı ekrana ayəsi bir nə dənə. deyir? Ekrana qoy bir dənə, Munis zəhmət olmasın. Ha, Fazil hansın qoyum? İbadət deyil. Şura 49. Hansın qoyum abi? Ğafir 60. Ya da istəyən ehtiyac yoxdur. Əgər duanı ibadət olaraq qəbul edirsə, ehtiyac yoxdur qoymağa. Sən bu dua ibadətdir, ibadət deyil. Dua özü ibadətdir. Amma Çox ehtiyac yoxdur qoymağa. Qulaq as, Qoyma, dua özü təsdiq elədi, ibadət, ehtiyac yoxdur. dua özü ibadətdir. Amma burada bir məsələ var. Allahdan qeyrisinə dua etmək olarmı? Əgər ibadətdirsə. Hər iki məzhəbin hədislərində var ki, valideynin üzünə baxmaq ibadətdir. Hə, şirkdir bu. Yox, Yəni ibadətlə ibadətin fərq var da. Məsələ budur. Bəs mən əvvəlcədən dedim axı səbu, ibadət iki növdür. Var istiğaza, istəmək duası, istək. Bir də var ibadət duası. Bu bir. Və biz bilirik ki, dua ibadətdir, Ğafir surəsi 60-cı ayədən və birbaşa istəyərək müraciət etmək. Düzdürmü? Kimədir? Xitabdır. Düzdürmü? Dua ibadətdirsə, Allahdan qeyrisinə ibadətə layiqdir yoxsa yox? Mütləqi İbadət Allah, etməyə. mütləqi Allahdır. Və mən də deyirəm ki, mütləqi Allahdır. Sən mənə yəni gətirsən, mən də sənə Quranda ayələr var İndi- ki, ya eyyuhellezine amanu, ey iman gətirənlər. İndi Allah Allah subhanahu burada ta'ala xitab eləyir. Möminlərə xitab eləyir. Bunun ibadətlə əlaqəsi yoxdur. Ayət Bu onun xitabdır. ibadətlə əlaqəsi yoxdur. Mənim ya Əli deməyim bu özü də xitabdır. Bu özü dua deyil axı. Sən nətər duanı Xitabdır, mən duada axı. Tamam. Lə- Cavab verim də lə- olarmı? Hə, Olarmı? Cavab verim. Dua ibadətdir, ya da nidadır, çağırışdır. Və evlad vermək də kimə məxsusdur? Allaha məxsusdur. Onu Allahdan qeyrisinə yönətmək şirkdir. Bu insanı dindən çıxardır. Çünki sən birbaşa deyirsən ki, ya Əli, mənə evlad ver. Sən deyə bilərsən ki, vasitə bu Quran və sünnədə Əhlüsünnə və Cəmaətin Sələfi Salihin əqidəsinə görə bu bidətdir, şirk deyil. Nə? Hansı şirk deyil, bidətdir? Sən desən ki, ya Rabbim, Allahümmə, Allahın o 99 bizə aydın olan adlarından biri ilə desən ki, ya Rabbim, məni Əli radiyallahu anh xatirinə evlad ver, şəfa ver, ruzu ver və s. etsən, bu bidətdir. bidətdir. Bu İslam əqidəsinə görə bidətdir, şirk deyil. Bu vasitə budur. Amma birbaşa istəmək isə Əlidən, Hüseyndən, Həsəndən və ya fərqi yoxdur Əhl-i Beytdən. Rəsul, mələk fərqi yoxdur. Necə ki Allah Subhanahu va Taala Cin surəsi 18-ci ayədə buyurur ki, Allahla yanaşı heç kəsi çağırmayın. Qəti olaraq da, yəni nas bu konkretdir də, yəni ki Allahla yana demir ha, Allahdan başqasını çağırmayın. Başqa ayələr var. Allahla yanaşı heç kəsi çağırmayın ha. Mələk, cin, rəsul, heç kəsi. Əhədən, yəni heç kəsi, yəni tək. Dua yalnız birbaşa Allah Subhanahu wa Taala olur. Necə ki Ərəf surəsi 180-cı ayədə deyir ki, ən gözəl adlar Allahındır, onu bu adlarla çağırıb dua edin. Başa düşdünmü gözəl insan? Buyurun. Qardın sözü. Allah Teala Yusuf surəsində bir ayəsində buyurur ki, Yaqub peyğəmbərin övladları gəlirlər Yaqub peyğəmbərin Ekrana qoy, üzr istəyirəm sözünü kəsdim. Yusuf surəsi 97-98-i ekrana qoy da onu. Buyur. Yaxşı. Hə. Gəlirlər dedilər ki, onlar dedilər, atacan, Allahdan bizim günahlarımızı bağışlanmasını dilə. Biz doğrudan da günah iş görmüşük. Yaqub dedi, ey Rəbb, mən Rəbbimdən sizin üçün sonra bağışlama diləyəcəyim. Həqiqətən o bağışlayandır, rəhimlidir. Sual, Yaqub peyğəmbər burada vasitədir, yoxsa mütləqdir?
Yusuf surəsi 97-98-ci ayədə, düzdürmü? Aysə ekrana qoysun, oxuyacaq. Cavab verəcəm. Təbərrükdür. Ya Allah. Doxsan 97-98. Səbi oxu da zəhmət olmasa. Dəlili sən gətirmisən ona görə. Onlar dedilər, atacan, Allah'tan bizim günahlarımızı bağışlanmasını dilə, biz doğrudan da günah iş görmüşük. Sonra Yaqub deyir. Yaqub dedi, qali, mən Rəbbimdən sizin üçün sonra bağışlanma diləyəcəyim. Həqiqətən o bağışlayandır, rəhimlidir. Sualım da budur. Yaqub əleyhissalam buradan mütləqdir, yoxsa vasitə idi? Vasitə idi. Vasitə idi. Bəs deyirdim, bizdə vasitə bidətdir. Kiminsə Cavab xatirinə verim. etməliyik. Aha, buyur. Görsən ki, sən ya səhv başa düşmüsən və yaxud da başa düşmüsən, dəlili düzgün gətirməmisən, daha doğrusu. İndi mən sənə cavab verim. Müzakirə eləmə. Burada mən elə bildim köynək ayəsini gətirirsən, təbərrük ayəsini gətirirsən, onu gətirmədin. Burada Əhlüsünnə və Cəmaət ittifaq eləyib və İslam əqidəsinə görə, Sələf Salihin əqidəsinə görə bir insana gəlib, mən məsələn gəlirəm deyirəm ki, Munis, mənim üçün Allahdan istiğfar dilə. Yəni bağışlanmaq dilə. Munis də əlini açır, dua eləyir ki, ya Rabbim, məni günahlarımı bağışla. Buna Nisa surəsi 64-cü ayədə də Allah Resulü sallallahu əleyhi və səlləmin yanına gəlirlər. Bizim üçün Allahdan istiğfar dilə, bizim üçün dua elə. Burada problem yoxdur. Bunu hal-hazırda da edə bilərsən. Çünki o insan diridir və qadirdir və onu etməyə hazırdır. Aha, diridir və qadir. Başa düşdün? Bu da sənə cavab. Əhsən. İmam Əli şəhiddir, şəhid deyil. Tamam, gəldin şəhid məsələsinə. Bəli, şəhiddir. Allah Quranda şəhidə ölü deyir, yoxsa diri deyir? Bəqərə 154-ü qoy da zəhmət olmasın. Bildim hansı dəlili gətirirsən. Buyuram, qardaşlar, səhifəni vurublar, spamdadır. Elə bir şey standart qalır da, onu bir daha ekran tıklayın, 100 olaq. Buyuram abi. Bəqərə neçə? 154-ü qoy. Yəni mənim dediyim dua babına dəlildir ya. Yəni kimsə sual verə bilər ki, mən məsəl üçün Munisə gəlib deyirəm ki, Munis mənim üçün Allahdan istiğfar dilə, düzdürmü? Yusuf surəsi 97-98 və Nisa surəsi 64-cü ayə buna dəlildir. Və sən də dedin ki, Əli radiyallahu anhu ölü deyil, düzdürmü? Allah yolunda öldürülüb ölü deyil. Biz bilirik də Əli radiyallahu anhu şəhiddir. Düz başa düşdüm Səbuy? Allah şəhidə ölü deyir, yoxsa diri deyir? Sual buydu. Darıxma da ayəni qoyacağıq, müzakirə edəcəyik. Nə problemdir ki? Bəqərə 154. Oxu zəhmət olmasa Səbuy, dəlili sən gətirmisən deyən ona görə sənə deyirəm oxu. Allah yolunda ölənlərə öldürdülər deməyin. Əksinə onlar diridirlər. Lakin siz bunu duymursunuz. Biz sizi bir az qorxu, bir az acılıq, bir az da mal dövlət, insan və məhsul itkisi ilə sınayırıq. Səbr edənlərə müjdə ver. Aha. Allah Subhanahu Teala Bəqərə surəsi 154-cü ayədə buyurur ki, Allah yolunda öldürülənləri öldürdülər deməyin, əksinə onlar diridirlər. Aha. Lakin siz bunu duymursunuz. Allah qatında, yəni bunlar diridirlər. Bəli. Necə ki biz bunu necə başa düşə bilərik? Allah Subhanahu Teala Zümer surəsi 30-cu ayədə səhv eləmirəmsə buyurur ki, Zümer 30 olmalıdır. Səhvim olarsa ayəni axtarıb tapıb deyərəm. Sən də öləcəksən, onlar da öləcək. Hər bir nəfs ölümü dadacaq, düzdürmü? Biz bu ayələri cəm eləyəndə bilirik ki, burada söhbət və ayənin sonunda da Allah Subhanahu Teala buyurur ki, Allah qatında diridirlər. Bizə görə ölüdürlər. Ay sağ can. Biz duanı, Yəni, biz burada duanı bu söhbət- dünya xatirinə edirik, yoxsa Allah xatirinə edirik? Necə bir dedi zəhmət Biz olmasa. duanı bu dünya xatirinə edirik, yoxsa Allah xatirinə edirik? Biz duanı bu dünya üçün də eləyə bilərik, axirət üçün də. Bu dünyam üçün də istəyə bilərəm. Məsələn, Allahdan Bu şəfa dünyanı- istəyərəm, ayağım ağrıyır, Bu başım dünya, ağrıyır. sualımı başa düşmədim. Mən bu dünyada Allah Quran-ı Kərimdə nə deyir? Siz bunu duymursunuz. Yəni bu haqqda məlumatınız yoxdur, düzdürmü?
Hədə, yəni siz bunu duymursunuz da, yəni Allah bilmirsiniz. qatındadır. Ha, bu Allah qatındadır. Dərk etmərsiniz də, yəni. Əhsən də elə ona dərk etməsiz deyilir. Siz də ona görə bizi dərk eləmirsiniz ki, ay mənim əziz qardaşım. Biz İmam Ali Amir el-Mömin əleyhissalama istinad edib dua edirik. Sən mənə dəlil gətirsən belə, o belədir, o elədir. Allah deyir ki, siz bunu bilmərsiniz. Sən bilmədiyin məlumat haqqında mənə dəlil gətirirsən. Məsələn, mənə bir dənə dəlil gətir ki, bir dənə dəlil gətir ki, İmam Əli Allahın o ölü dediyin şəxs kimi ölüdür. Çünki İmam Əli şəhiddir, Allah da şəhidi ölü demir. Ölü demir. Onlar diridirlər. Dirinin xüsusiyyəti nə, ölünün xüsusiyyəti nədir? Allahın dərgahında və insanın zehnində. Buyur. Bir daha təkrarlayıram. Bəqərə surəsi 154-cü ayədə, lakin siz bunu duymursunuz. Yəni burada Allah qatından gedir söhbət. Biz necə ki Zumər surəsi 30-cu ayə və başqa ayədə Allah subhanahu teala Peyğəmbər sallallahu əleyhi və səlləmə buyurur ki, səhv etmirəmsə, ayə belə olmalıdır. Sən də öləcəksən, onlar da öləcək. Hər bir nəfs ölümü dadacaq, düzdürmü? Və biz belə başa düşürük ki, ayələrin bu 3 ayəni cəm eləyəndə biz bilirik ki, bizə görə ölüdür. Bu şən Allah subhanahu teala şəhidlərin şənini uca etmək üçün bu buyurur ki, yəni Allah qatında diridirlər. Əksinə onlar diridirlər, lakin siz bunu duymursunuz. Yəni Allah qatında. Okey də sualdır mənim Allah budur ki. cavab verirəm də, səbr et. Mən tamamlamamışam. Tamamlayım, sonra sənə deyim ki, mən tamamladım, buyur. Yaxşı da ver. Və bir insan əlini açır, dua edir. Biri Amerikada, biri Avropada, biri Rusiyada, biri İranda, Azərbaycanda. Eyni anda 5-6 milyard insan var da, 6 milyarda yaxın. Dua edir. Hər yerdə, hər anda duanı eşitmək kimə məxsusdur? Dəlilin budur. Mən sənə onun nəqli dəlil gətirim. Sualıma cavab ver. Yox, mən sualıma cavab ver, mən dalın gətirim də. Okey. Hər yerdə, hər anda yəni bir insan, belə yüzlərlə insan dua edir. Milyonlarla insan dua edir eyni anda. Düzdürmü? Hər yerdə, hər anda eşitmək kimə məxsusdur? Əhsən. Yox da sualın cavabı imkan ver. Arkadaş imkan ver də. İmkan ver də. Sualın cavabı ver, sən sualın cavabını istəyirsənsə, mənə sən icazə verməlisən, mən cavab verim sənə. Buyur. Sənin dəlilin odur ki, yalnız və yalnız Allah eşitməlidir. Əhsən, gözəl. Mən də sənə bir dənə sual verərəm ki, dünyada milyonlarla insanlar eyni anda Google-a girib sual yazırlar və Google da eyni anda hamıya cavab verir. Onda Google Allahdır. Vay. Suala cavab ver. Qiyasın budur, dəlilin budur. Yəni sənin verdiyin sual absurddur. Yəni sən Google-la aləmlərin Rəbbi olan ibadəti qiyas elədin? Bu qiyas deyil. Bu sənin üçün nümunədir ki, sənin verdiyin sual özü xətadır. Sən Google-la sualıma cavab ver də. Google mən sənə bir sual vermişəm qardaş. Sən sualımı müzakirə eləmək üçün sualıma cavab ver. Mən sən sualımı müzakirə edirəm? Yox, net cavab verirəm. Sən mənim sualıma net cavab ver ki, sən demirsən mütləq eşidən Allahdır. Əhsən, gözəl. Allahın gücü çatmaz eşitdirməyə. Bir şey ki, Google-un gücü çatırsa eyni anda liboy dünyada insanlar eyni sualı yazsalar, eyni anda cavab verəcək. Ondan eyni Allahı Google-u ilahiləşdirək. Məntiq özü səhvdir axı. Bitirdin? Bitirmişəm. Yəni dəlili mən Google-dan qiyas elədin də, düzdürmü? İstənilən mövzudan sən qiyas edə bilərəm. İstənilən mövzudan. Yox. Üzr istəyirəm. Sualıma cavab ver də, sualıma cavab ver, mənim əzizim. Su içəndən sonra mənim sualıma cavab ver. Sən, yəni mənə dəlili Google-dan qiyas elədin. Hər nə ilə verirəm. Nəqli və əqli dəlilinə cavab verirəm. Hər nə ilə verirəm. Sualıma cavab ver. Google-u biz ilahiləşdirək, Google da eyni anda cavab verir bizə. Allah da onda kömək olsun sənə. Heç nə? Sualın cavabı gəlir. Allah kömək olsun sənə. Yəni mən sənə Quran ayəsindən dəlil gətirirəm və sənə izah edirəm ki, sən Quran ayəsini düzgün başa düşmürsən qardaş. Əgər sənin gətirdiyin Quran ayəsi, bax əzizim, sənin gətirdiyin Quran ayəsi mənə sən verdiyim absurd suala cavab verə bilmirsə, Quranda nöqsan yoxdur. Nöqsan səndədir ki, sən səhv başa düşmürsən. Çünki sən bioloji ölməklə, mənəvi ölməyə səhv salırsan. Məsələ budur. Bioloji ölməklə mənəvi ölmək deyirsən. Buna Qurandan dəlilin varmı ki, Allah Subhanahu taala buyurur ki, hər bir nəfs ölümü dadacaq. Sən də öləcəksən, onlar da öləcək. Bu bioloji ölümdür. Bir şey ki, Google canlı deyil. Google mənim sualıma cavab verir. Bu necə olur? Ölülər cavab vermir axı. Bu necə olur?
Sən bu ibadətdən gedir söhbət. Ay qardaş, burada söhbət Google'dan eşitməkdən getmirdi qardaş. gedir. Demirsən ki, eyni anda Allah eşidir. Bunun başqa sifəti var. Mən sizə sual verirəm ki, biz Google-a eyni anda Google-a sual sənə- veririk, Google bizə cavab verir. Google-u ilahiləşdirək. Sualıma cavab ver də. Söhbət, gözəl insan. Mən sənə cavab verirəm. Sadəcə olaraq sənin dəlilin yoxdur. Cavab verə Ay bilmirsən. qardaş, yəni, sualıma cavab Google'dan ver də. Sualımı müzakirə eləmə ki, sualıma cavab ver. Cavab verirəm də sənə. Sənin dəlilin yoxdur deyənə Google-dan cavab verirsən. Biz söhbət burada ibadətdən gedir söhbət. Evlad verməkdən, bizi eşidib, bizim eşitdiyi və bizə cavab verməkdən gedir. Necə ki Allah Subhanahu va Taala Zümer surəsi 3-cü ayədə buyurur. Zəhmət olmasa bir dənə Zümer surəsi 3-cü ayəni qoy da Munis. Sualıma cavab var. Zümer surəsi 3-cü ayəni qoy da. O sən Google-dan gətirdin dəlil. Yəni Quran, Ona da cavab Qurana, vermiyor. məsələn bax Quran, bax sənin sualının cavabı Google-a cavab verə bilmədin, dünyavini qoyduq qırağa. Sənin dəlili həm Qoy 30 namazından nəfər görsün ki, mən Google-a cavab verə bilmədim. Hə, okey, Qoy sən əhsən. deyən olsun. Əhsən. Quran-ı Kərimdə salama almağa aid ayəmiz var. Salam verilərsə salamı alın. Allah. Qardaş sual verdi bir sənə. Quran-ı Kərimdə ayəmiz var ki, salamı O alın. Zömər 3-cü ayəni oxuyaq sonra. Sualıma cavab ver də. Nə olar ki? Doğrusu əsl din ancaq Allaha məxsus. Allaha qoyub baxırlar, özünə dost tutanlar, biz onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik. Deyirlər. Əlbəttə ki, Allah ziddiyyətdə düşdükləri şeylər barəsində onların arasında özü hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yöndə yaratmaz. Burada Allah Subhanahu va Taala buyurur ki, Allahı qoyub başqalarını özünə dost tutanlar, biz onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik. Yəni dua edirik. Burada duadan gedir. Yəni o vaxt ki də Məkkə müşrikləri bu cür edirdi. Yəni bu cür ayələr çoxdur. Salam özü duadır. Necə? Salam özü duadır. Necə kəlam özü duadır. Salam. Salam aleykum. Salam özü duadır. Bəli. Salam verəndə almaq vacibdir. Bəli. Sən namazda Peyğəmbərə salam verirsən. Verirəm. Peyğəmbər sən salamı qaytarır. Bəli. Necə olur ki 4 milyarddan çox müsəlman eyni anda namaz qılanda və yaxud müxtəlif vaxtlarda namaz qılanda Peyğəmbər hamısının cavabını qaytarır. Cavab verim. Bu da mütləq oldu ki, ver. Cavab verim. Ay sağ ol. Allah Resulü sallallahu aleyhi ve sellem. Buranı Qurandan deyil ha, keçdik sünnəyə, amma problem yoxdur da. Hər iki tərəfin qəbul etdiyidir, yəni mən bunu qəbul etdim də. Yəni mən fəhm eləyə bildim bunu yoxsa yox. Bu məsələdə biz Müzakirən qoy qırağa suala cavab ver başa dönüm. yox, qoy aydın olsun 128 nəfərə ki, yəni bu məsələdə biz niyə Qurandan qırağa çıxdıq, hədisə keçdik? Qurandan qırağa çıxdıq. Çünki hər iki Quranda tərəfə salama aid ayə yoxdur səndə. Sən Quran. yəni, salama ayda var. Söhbət burada namazdan getdi salamada. Qardaşım, Yəni bax, biz təşəkkür bax, bilmirsənsə, deyirik. bax. Qoymursan. Mən Yox, xəta edirsən ona görə. Bax Nisa surəsində işte xəta eləmirəm inşallah. Qardaşım, qoy bir dənə mən tamamlayım da. Mən yox. mən sənə Bax mən sözümü tamamlayım sonra, Sən mənə deyirsən ki, qardaş, sən mənə dedin ki, biz Qurandan çıxdıq, sünniyə girdik. Sualını verdin. Ay qardaş, icazə ver. Təşəkkürdən namazdan Qardaş, gedir. icazə ver. Cavab verim də sən. İcazə ver. Sən mənə dedin ki, biz Qurandan çıxdıq, sünnətə girdik. Mövzu da təşəkkürdə deyil, mövzu salamdadır, salam verməkdə. Və sən bilmirsən ki, Allah Taala Nisa surəsinin 86-cı ayəsində buyurur ki, sizə salam verildiyi zaman onu daha gözəl belə söhbət eləmə. Ay qardaş, ayəmi imkan ver tamamlayım. Namazda Ayəmi imkan ver tamamlayım. Allah Resulü sallallahu əleyhi və səlləmin namazında biz təşəkkürdə oturanda Qardaş, ayəni tamamlayacağam. Ayəni tamamlayım sonra. İbrahim əleyhissalamın ailəsinə də, Allah Resulü sallallahu əleyhi və səlləmin ailəsinə də dua eləyirik və salam veririk. Və Allah Resulü sallallahu əleyhi və səlləm mələklər o duanı Peyğəmbər sallallahu əleyhi və səlləmə çatdırır. Düzdürmü? Buna nas olaraq mən bildim sən nəyə gəlmək istəyirsən. Nas olaraq dəlilimiz var. Quran və sünnədən. Kitab və sünnədən buna bizim nas olaraq dəlilimiz var. Və sən bunu qiyas edib demək istəyirsən ki, biz dua edəndə, Əli radiyallahu anhuya övlad ver deyəndə, sən bunu demək istəyirsən də, dua edəndə mələklər o duamızı aparır, Əli radiyallahu anhuya çatdırır və Əli radiyallahu anhu da Allahdan istəyir ki, filan kəsə evlad ver. Düzdürmü? Xeyr, düzdür. Buyur onda de.
Allah sənə çox şükür. Sənə 2 dənə həm tələb edirəm səndən, həm xahiş edirəm. Tələbim odur ki, mənim sözümü özünə fikir və məxsus olaraq formalaşdırıb izah etmə. Buna heç kimin ehtiyacı yoxdur. İkincidə əmrim odur ki, mən Quran ayəsini, Allahın sözünü oxuyanda ayəni kəsmə. Quran-ı Kərimdə Allah Teala Nisa surəsinin 86-cı ayəsində buyurur. Bilmirsən öyrən. Nisa 86-nı qoy da, Munis zəhmət olmaz. Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya olduğu kimi qaytarın. Ayə əmirdə gəlir. Həqiqətən Allah hər şeyə hesabını çəkəndir. Ayə yenə əmirdə gəlir. Demək ki, salamı vermək və verilən salamda almaq vacibatdır. Bu da Allahın şəriətidir. Nisa surəsinin 86-cı ayəsi. Və sənə sualım oldu ki mənim. Ay mənim əziz qardaşım, sən məni irad gətirdin, rəddiyə vermək istədin ki, Peyğəmbərə biz İmam Əliyə dua eləsək, milyonlarla insan İmam Əlini necə eşidə bilər? Birinci dəlilim dünyavidən oldu ki, izah eləyə bilim. Dünyavini sən məsxərə etdin, yaxşı elədin, gözəl şəkildə. İkincini salamdan verdim. Salamda sünnətdə deyil, Qurandadır mənim əzizim. Burada sən xəta edirsən. Qurandadır. Nisa surəsinin 86-cı ayəsi. İnşallah öyrənərsən Allahın izni ilə. Salamı de o Səbuy. Munis bir dənə gözlə, ay Munis. Mən də öyrənim də abi. Nəyin salamı? Salam vermək var. Bir dənə Nisa surəsinin namazda Səbuy. İstənilən yerdə, namazda və qeyri-namazda fərqi yoxdur. Yəni ölüyə salam vermək yoxsa necə? Peyğəmbər dedi. deyəcəm də səbirli ol. Munis, Allah Rəsuluna gələcəm onu da. Peyğəmbər Peyğəmbər ölü deyil, bax qulaq as. Peyğəmbər ölü Ay Munis, deyilsə, səbirli ol da, Munis. Gələcəm o ölüyə salamı da gələcəm də, səbirli ol. Mən mərhələ deyirəm ki, danışan Munisləri, danışan burada Sabuhidir. tamaşaçılara aydın olsun. Ay qardaş, danışan Səbuhi Munisləri, müəllim, danışan Sabuhidir. İcazə ver də qardaş. Səbuhi, bizimdə sual verdin, Nisa 87-ni Munis qoysun ekrana. Səbuhi birincisi 87 bilmirəm yox, öyrənərsə. 86. Ay qardaş, 87 yox, 86. Başqa dönüm. 86. Səsin zəif gəlir. Niyə belə inciyirsən, belə cırnıyırsan? İncəmirəm qardaşım, Qurandan zəifsən. Səndən öyrənirəm də, səndən öyrənirəm. Məndən öyrənirsən, öyrəndiyin adamla bəhs eləyirsən. Onu tamam şəkildə öyrən mənlə bəhs elə də. Darıxmada görəcəyik indi. Cəmaət darıxmıram, mən darıxmıram. Nə lazımdır? Darıxmada. Çıxmışam ki, öyrədəsən də, mənə moizə deyəsən. Deməli, öyrətməyimi istəyirsənsə, onda məndən bəhs eləmə ki, gəl 1-3-6-da mən sənin üçün öyrədim də. Bəhsini eləyirsən onda. Çox təvazökarsan. Darıxma indi. Deməli, Nisa surəsi 86-cı ayəni oxu, bir də Səbuhi gətirdiyin dəlili. Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya verilən salamı olduğu kimi qaytarın. Həqiqətən Allah hər şeyə hesabını çəkəndir. Nisa 86-nı qoy da, Munis zəhmət olmaz. Qardaş 86-dır da canı. Nisa 86-nı qoyub da. Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın. Həqiqətən Allah hər şeyə haqq hesabını çəkəndir. Sağ ol. İndi bunun bizim Əli radiyallahu anhudan evlad ver, ya Əli mənə evlad verilən nə əlaqəsi var? Bax, məsələ budur ki, əhsən. Məsələ budur ki, sən mənə... Professor müəllim. Müəllim deyil. Öyrənmək istəyirəm səndən ona görə. Sən mənə çox şey öyrənirsən. Mən ikimizdə də bir söz deyim, səsi bağlayıram. Mənə öyrətmək istəyirdi. Ay Səbuhi. Aycan. İkimizdə də bir söz deyim, canı yiyim. Yəni 2 vur 2-dir, bu da öyrənmək babından deyirəm. Bu salam var namazın sonunda verilən salam var ha. Onun bununla əlaqəsi yoxdur mu? Yox, bir dəqiqə səbirli ol, lap əlaqəsi olsun. Onun qaytarmağa heç bir dəxli yoxdur. Niyə? Allah Rəsulü sallallahu aleyhi ve sellem yanında səhabələr namaz qılanda, Həzrət Əli namaz qılanda. Həmin o əssalamu aleykum deyəndə Allah Rəsulü qayıdıb onlara aleykum salam demir. Deməli, bu nəticəyə gəlirik ki, qardaşlar, bu dua babındandır. Çünki əgər dua babından olmasaydı, Allah Rəsulü həmin vaxt salamı aleykum salam qaytarardı. Davam edin. Sənin sözlər rəddi olaraq deyirəm ki, Peyğəmbər sallallahu aleyhi ve sellem namaz qılanda piş namaza durub qılırdı. Piş namaz da piş namaza durur namaz qılır mənim qardaşım. Yox, fərqi yox da. İndi elə olub ki, Allah Rəsulü gəlib görür ki, kimsə namaz qılır. Düz? Əhsən düz.
Sən hardan bilirsən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onlara salamını qaytarmır. Çünki ayə Quranda Səbuhi, vacib Bir dənə atmır. dəlil Nisa gətir surəsi ki, 86-cı ayəni. namazın sonunda Ya sahabələrə Əli, aleykum mənə salam. evlad ver. Dəlil gətir. Dəlil Quran ayəsidir. Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya olduğu kimi də qaytarın. Allah rəsulu İndi Allah rəsulu kimi namazda aleykum. Monis indi qulaq as. Səbuhi. Sabuhi yox da. Ay Səbuhi. Deyən də səbirli oldu. Nə Sabuhi deyən də imkan. Səbuhi 1-3-5 gələcəm yanıma öyrədəcəksən məni. Nisa İnşallah, surəsi inşallah. 86-cı ayənin Nisa surəsi 86-cı ayənin ya Əli mənə evlad ver. Nə əlaqəsi var? Ölülər eşitdi. Burada ölü var, burada. Peyğəmbər Hani burada sağdır ölü? indi. Cismani olaraq Peyğəmbər sağdır. Hər nəfs ölümü dadacaqdır ayəsini gətirən gözəl insan. Peyğəmbər sağdır indi. İndi cavab verim sənə. Sual nə Burada versən Allah cavab Rəsulü vermək sallallahu əleyhi və yuxarıdasın. səlləmədir xitab. Ümuma aiddir. Ümumda Peyğəmbər yoxdur. Sual verirəm sənə. Nisa surəsi 86-cı ayədə Allah Rəsulü xitab. Ümuma aiddir qardaş. Ayə zaten Sual verirəm deyirəm. Ay qardaş deyirəm ki ümuma aiddir. O ümumın içində Peyğəmbər var. Ayə zaten sual Peyğəmbər Allah nazil Rəsulü olur. sallallahu əleyhi Səbuhi, Nisa surəsi 86-cı ayə Peyğəmbər sallallahu əleyhi və səlləmə aiddir bu. Adi qardaş ümuma Yoxsa aiddir. ayə ümumi olaraq deyir ki, biri sizə salam verəndə. Aha. Aha. Peyğəmbər aid deyil. Ay sağ ol. Mən bunu Yox, sizə Peyğəmbər mən aid bunu sizə deyil salam ki. verirəm. Deyirəm ki, salam aleykum. O da deyir ki, aleykum assalam. Aha, əhsən. Bunun ya Əli mənə evlad verinə nə əlaqəsi? Peyğəmbər hindi Ay, cismani sağ ol. olaraq ölüdür yoxsa diridir? Peyğəmbərin sallallahu əleyhi və səlləmin buna nə aidiyyəti var? Qardaş aidiyyətini deyirəm də sən sual bayaqların namaz verirəm. məsələsini gətirirdim ha müəllim. Ay qardaşım sual Müəllim qardaş professor bir üç beş sual gələcəm verirəm yanıma. də sən O sual bayaqların verirəm. mən sənə namazda təşəhhüddə biz oturub İbrahim əleyhissalama və Allah Rəsulü sallallahu əleyhi və səlləmə dua eləyirik ya. Peyğəmbər sallallahu əleyhi və səlləmə Nə dua salam edirsən? çatdırırıq. Nə duası edirsən? Mən onu dəlil gətirirdim sənə. Nə- Mən dedim onu dəlil gətirəcəksən. Mən onu gətirirəm də sən nə Səni nə qabaqladım, duan hansı edirsən dəlili qardaş? gətirəcəksən? Ay qardaş nə duan İndi edirsən? mən də sənə deyirəm ki, Lənət şeytana. Qardaş nə İndi mən duan də sənə deyirəm ki, Nisa surəsi 86-cı ayənin ya Əli mənə evlad verlə nə əlaqəsi? Əlaqəni deyirəm də sənə. Sənin sözün kötçü odur ki, mənə kimsə şəfaət vermək üçün mənə eşitməlidir. Dedin ki, onlar eşitmir. Mən əsas sual verirəm ki, Peyğəmbər cismani olaraq hal-hazırda aramızda sağdır, yoxsa ki, dünyasını dəyişib? Sualıma bir dənə cavab ver də mənim. Allah Rəsulü sallallahu əleyhi və səlləm bizə görə ölüdür. Sizə görə ölüdür, əhsən, sizə görə ölüdür. İslam əqidəsinə görə ölüdür, bəli. Sizə görə ölüdür, əhsən. Çünki Peyğəmbərin Bizə görə yox. Allah Peyğəmbərin Subhanahu taala Qurani-Kərimdə dedi Peyğəmbərin axı, dünyanı bayaqlarım sənə ayə dəyişməyə. dedim Ay qardaş, ki, sən də öləcəksən, onlar da öləcək. cismani olaraq bəli, cismani olaraq. Yox. Bizə görə ölüdür. Hə də cismani olaraq. Ruh burdadır, bərzaqdadır. Sual verirəm sənə. Sizdə hədisləri zikirlə nəsə ona keçmirəm. Peyğəmbər Yox, sallallahu ruh burdadır yoxsa bərzaqdadır? Əhsən də. Nəyə gülürsən? Sən professorsan axı 1-3-5 gələcəm yanıma. Şiənin Ruh burdadır yoxsa bərzaqdadır? Şiənin gülüşü niyə sən qıcıqlandırır? Sual verdin, cavab verirəm də. Sualı təkrarlamaqla vaxt qazanma. 1-3-5-i 2-4-6-ya da dəyişmək lazımdır arada. Çox gəlib getmək lazımdır. Ruh bərzaqdadır, bu dünyadadır. Cavab verəcəm. Sən professorsan axı çox bilirsən ona görə. Cavab verəcəm də əlbəttə ki, mən çox bilirəm. Çünki mən şiəyəm ona görə. Mən çox bilirəm deyə şiə olmuşam. Canım beybala yerin Biraz kərə. təvazük. Qismət olsa olacaq. Ruh burdadır yoxsa bərzaqdadır? Cavab verəcəm də. Hələ bu mövzunu qutaraq, sonra keçərik. Cavab ver. Deyirəm ruh Ay burdadır yoxsa qardaş, bərzaqdadır? sual verəcəm də, cavab verəcəm də. Demirsən ki, cismani ölüb. Sən Ruhu demirsən, sağdır mən demək deməmişəm, istəyirsən. mən deməmişəm, mən deməmişəm də sən demisən. Allah Teala da Qurani-Kərimdə istisnasız buyurub ki, sizə salam verildiyi zaman sizə salamı gözəl şəkildə alın və ya olduğu kimi də qaytarın. Sən də namazda Peyğəmbər sallallahu aleyhi və səlləmə salam deyirsən. Əssalamu aleykə, əyyəhən nəbiyyə və rəhmətullahi və bərəkatuhu. Gəldin o. Yəni Peyğəmbər Nisa 86-nı ona dəlil deyil ha. Qulaq as da. 4-cü ayədir gətirirsən. Ona dəlil deyil. Düzdürmü? Qardaşlar, imkan ver də. ekranı bəyənin. İmkan verdi. Oyda. Bu dəlil deyil, o dəlil deyil. Hələ bir dəlil çürüt sonra denən dəlil deyil. Dəlil çürüdə bilməmiş hara deyirsən dəlil deyil. Sən namazda. Peyğəmbərə "Əssalamu aleykə eyyuhən nəbiyyə və rəhmətullahi." Ay qardaş, imkan verəcəksən danışmağa, yoxsa bəhsi saxlayım? Tərdən sən mənim sözümü kəsirsən, indi mən sənin sözünü kəsdim. Buyur.
Sən məndən niyə pisini götürürsən? Ay Ramil, elə yazma da eyni söz abi. Tez eyni sözü yazma. Ay qardaş, Hə, sual Peyğəmbər verdim sənə. sallallahu aleyhi ve sellem Ay Munis, aleyküm salam demirdi. Öyle. Qardaşım, Quran ayəsi deyir ki, salamı alın. Billəmi Allah Rəsulu demirdi. Allah yəni, deyir qardaş. Gedin müharibəvizə Allah nə deyir? Allah deyir ki, salamı alın. Vəssalam. Yox, qulaq as. Siz Mən namazda- müharibəmi eləmirdim. Mən Allah Rəsulunun elədiyini eləyirəm. Mən niyə Əhsən də, çəkirsən ki? onda siz qardaş namazda salam verirsinizsə, siz Peyğəmbərə haqq qoyursunuz. Siz Peyğəmbərə salam Namazın verirsiniz. sonunda salam verirəm. Çünki Allah Rəsulu o vaxt aleyküm salam demirdi. İndi də ona görə ehtiyac yoxdur. Demir, Quran deyir axı Demir deməlisən. dayı, yəni namazın məsciddə namaz tərkib qıldın, hissəsində gəldin aleyküm salam. Bildim də Ey Ömər, məsciddə Qurandan namaz mənə qıldın, Qurandan gəldin, mənə aleyküm salam. Qurandan mənə dəlil bir dənə dəlil istəyirəm sizdən Quranın. Çünki mən sizə Qurandan dəlil gətirmişəm. Bir dənə mənə dəlil gətirin ki, Hə. ölülər salam verməsin. Bir dənə mənə dəlil gətir. Ölülər İddia salam eləyən verməsin. dəlil gətirməlidir. Gözəl insan, sən yox. İddia eləyən O dəlil. bir şeyin Arkadaş, dəlil gətirin. arkadaş o zaten iddianı siz eləmisiniz ki, Peyğəmbər zaten salam vermir. Usul İddia qaydadır. sənsin. Bax, Səbuhi, sualıma cavab verirəm də. Usul elminə görə bu usul fiqhdir, qaydadır. İddia eləyən dəlil gətirməlidir. Sən iddia eləyirsən ki, Nisa surəsi 86-cı ayə, ya əli mənə evlad ver, buna bir dəlildir. Yəni sənə salam verildiyi halda salamı qaytarın və namazı qiyas elədim. Ha qardaş, Mən də o sənə dillər deyirəm ki, üçündür də Vüsal. Məsələ odur ki, o dillər Arkadaş üçündür. dəlil qardaş. gətirin də dillər üçündür. Bir dənə dəlil gətirin də Qurandan. Salam dillər Salam. üçündür. Deyirlər üçün. Ha, salam dillər üçündür. Mən bir dənə dəlil Salamı gətirin. almaq dillər üçündür, bəli. Dəlil Alıb gətir. cavab vermək Arkadaş dillər dəlil üçündür. dəlil gətir. Amma belə salam verə bilərsən, duadır da. Nə var ki orada? Ala. Abi Nisa surəsi 86-cı ayə. Peyğəmbərə ona haqq qoyursunuz ki siz. Mən Peyğəmbərə salam verim, Peyğəmbər mənim salamımı almasın. Amma Quranda deyir ki, mütləq şəkildə almalısan. Peyğəmbər sağlığında o salam almırdısa, indi də almayacaq. Narahat olma. Sən Peyğəmbərə hardan bilirsən ki, almırdı? Bilirəm, bir dənə dəlil gətir ki, deyirdi, ey yəni namaz qıldın, gəldin, aleyküm salam. Mən orada yox idim. Arkadaş Quran deyir salam al. Quran Allah əmr edir. Onda Peyğəmbər onda sizin peyğəmbər, qardaşım onda sizin peyğəmbər, onda sizin peyğəmbər Səbu cavab verir. Mən nitqə görə siz ikiniz danışır, mən səsi bu 2-1-2 məsələ deyim. Yox, mən də çox danışmayacağam. Mövzu eyni şeyə gətirir. Dəlil Qardaş, yoxdur orada. qardaş, Səbu cavab verin də, başqa dönəm. Bilirsən ki, Vüqar, salam aleykum, düzdürmü? Arkadaş Quran ayəsi deyir, mən demirəm. Quran ayəsi deyir ki, Allah Teala buyurur ki, salam verilsə salamı alın. Peyğəmbər sizin inandığınız Peyğəmbər sallallahu aleyhi və səlləm cəmaatın salamını almırdı. Onda Allahın şəriətinə qarşı Cəmaatın çıxırdı. alır, namazda verilən salamı almırdı. Və onda namazda sən niyə salam verirsən? Boş işlərlə məşğul olursan. Salam verirəm, duadır. Duadı mələklər çatdırır. Vəssalam 2-1-2. Mələklər çatdırır. Mənə dəl gətir ki, Peyğəmbər salamı qaytarmır. Bəli. Peyğəmbər sağlığında cəmaat namaz qılanda, bax yenə deyirəm. Vüqar bir dənə sözümü kəs. Arkadaş, nə əqli yox, nə Heç dəl ki, gətir. bir dənə dəlil gətir ki, Allah Rəsulü sallallahu aleyhi və alihi və səlləm namaz qılanda, səhabələr onun yanında olanda və yaxud da o evdə oturanda biləndə ki, bu səhabə təzə namaz qılıb gəlib bunun yanına deyir ki, aleykum salam ey Ömər, bəyək namaz qıldın, mənə salam verdin, aleykum salam. Və yaxud da onun böyründə səhabələr namaz qılanda elə olub ki, Allah Rəsulunun böyründə də səhabələr namaz qılanda hamısı da demir də aleykum salam. Bu boş söhbətdir. İncavaba bax. Təşəhhüddə 3-cü salamda Əssalamu aleykum və rəhmətullahi və bərəkətudur. Cəmdə verir. Orada verilən salamı alır. Aha can. Mələklər çatdırır da. Bayaq 10 qardaş, mələklər çatdırmağı məlum deyə orada ixtilafımız yoxdur. Orada müttəfiq sizlə. Onun qayıtmağı, qardaş, onun qayıtmağı nə lazımdır? Qardaş, onun Quran demir salamı verməyin vacibdir. Quran deyir ki, salamı almağın vacibdir. Gözəl şəkildə qaytarmalısan. Peyğəmbər əgər namazda salamı qaytarmırsa, sən namazını boş bir işlərlə məşğulsan. Çünki sənin salamın qaytarmalıdır. Cavab verdik də ona Aymun. Əgər cavabın cavab deyil axı sənin. Əgər beləncə cavab verəcəksinizsə heç nə. Mən sizə nəqli dəlil gətirirəm. Siz mənə əqli dəlil gətirirsinizsə, əgər sizin əqidəvizə görə nəqli dəlil. Bayaq Google-dan da dəlil gətirdin ki, Google-dan. Çünki mən sənə nəysə mən çıxdım. Google-dan əvvəl çıxırdın həbsi. İnşallah bu sualın cavabını taparsan, sonra məndən təfhid bəhsini eləyəsən inşallah. Allah kömək olsun. Allah sənə hidayət edir. Cümləmizdə. Oldu, mən çıxdım. Oldu, əmanət xuda iltimasıdır o inşallah. Qoy mümin mujik də danışmaq istəyir. Mən də inşallah düşürəm aşağı. Mən də inşallah düşüm aşağı. Əmanəti xuda iltimasıdır o inşallah. Sən də sağ ol, 15 sən də sağ ol.
Özür Tamam, dilərim. sağ olasın. Sonra deməyin ki, Saboy çıxdı ya. Bax, ona görə gözlədim ki, qardaş çıxsın, sonra mən çıxım. Munis gözəl xeyrə qalsın. Narahat olmayın, çıx, o nə demək, çıx. Ha, öpürəm sizin gözlərinizdən. Bu kayıtda mən paylaşacağam inşallah. Halallıq var. Paylaş, qaqa, paylaş, canı yiyin, paylaş. Ha, Var oldu. ki bu. Oldu, öpürəm sizin gözlərinizdən. Getmə, bizi dəqiq getmə, gözlə, getmə, sabah getmə, gözlə. Ay, Sən məni. Oy qardaşım, aleyküm salam. Mən də yaxşıyam, şükür Allah. Siz necəsiniz? Getmə.